مظلوم غریب عطشان مظلوم غریب عطشان eşkünde divane menem diyarım şam o seher eşkünde divane menem diyarım şam o seher Kıyamet hatun meşer ya Fatime-i Zehra selamullahu aleyha Peygamber ve Ali Peygamber'e onun ehli beytine salavat zikirler. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Hazreti İmam Sinan'ın pak ruhuna salavat zikirler. Allahümme Sinan'ın pak ruhuna salavat zikirler. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Hazreti Hanım Zeynep'in pak ruhuna salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Hazreti Hanım Səkinənin pak ruhuna salavat zikirler. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Əliyyü Əskər ağanın pak ruhuna salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Hazreti Peygamber-i Ekrem'in ehli eyalının pak ruhlarına salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah sizden razı olsun. İmam Hüseyin kapısına gelip söz hanım Fatime-i Zehra kapısına balalarının yasına gelenlerin ölenlerinin anvatının pak ruhlarına salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Məhəbbətin onların ürəyində həmişə var eləsin. Vay Hüseyin, ya Hüseyin, səs ver, yatma. Hüseyin vay Hüseyin, Ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, məzlum ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, qərib ölən vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, susuz Hüseyin, ya Hüseyin, ya Hüseyin vay Hüseyin, Heyməsi yanan ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, Əskəri ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, Əskəri ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, vay Hüseyin, ya Hüseyin, ya Hüseyin vay Hüseyin, susuz ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, Əskəri ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, qardaşız qalan ya Hüseyin, ya Hüseyin vay Hüseyin, susuz ölən ya Hüseyin, ya Hüseyin vay Hüseyin, heyməsi yanan ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, vay Hüseyin, ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, susuz ölen ya Hüseyin vay Hüseyin, başsız kalan ya Hüseyin, ya Hüseyin vay Hüseyin, susuz ölen ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, ya Hüseyin vay Hüseyin, başsız kalan ya Hüseyin, ya Hüseyin vay Hüseyin, ya
Hüseyin. Ya Hüseyin, ya Hüseyin. Va Hüseyin ya Hüseyin. İran Hüseyin. Ya Hüseyin, ya Hüseyin. Askeri susuz Hüseyin. Ya Hüseyin, ya Hüseyin. Eşberi susuz Hüseyin. Ya Hüseyin, ya Hüseyin. Ya Hüseyin va Hüseyin. Ya Hüseyin, ya 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 Hüseyin. Can ölüp dönüyor. Bugün Aşura günüdür. Hanım Zehra'nın bağrı kan olan gündür. Hazreti Ebu Abdillah'ın başı kesilen gündür. Ey Hüseyin'e yaver olan azadarlar, ey İmam Hüseyin'e azadar olan zamanlar, Hüseyin'in balalarının ecşan ölen günüdür. Məzlum Hüseyin'e ağla, garip Hüseyin'e ağla. Necə garip öldü, məzlum öldü. Ağam Hüseyin Kərbəlada, Səhra-i Kərbəlada. Biz də deyək çağıra, o Fatime-i Zəhra bağlasın. Deyək çağıra, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, Məzlum Hüseyin, ya Ekber olur, ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur. Aç gözünü baxanana, aç gözünü baxanana. Ey gül cismi batan qana, ey gül cismi batan qana. Qalıb anın yana yana. Ekber oğul, ekber oğul, ekber oğul. Ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur. Bax bir susuz qardaşı var, bax bir susuz qardaşı var. Güller olaydı başıma, güller olaydı başıma. Gözdən axan qan yaşıma, gözdən axan qan yaşıma. Ekber oğul, ekber oğul, ekber oğul. Ekber olur, ekber olur, Sinə vurun, sinə. ekber olur. Əzədanlıq eləyək güzel. Qaldım biçara, ekber oğul, ekber oğul, ekber oğul, ekber oğul. Ekber olur, 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 ekber olur. Bir susuz kardeşi var, bak bir susuz kardeşi var, bak bir susuz kardeşi var. Güller olaydı başıma, gözden axan kan yaşıma, gözden axan kan yaşıma. Ekber oğul, ekber oğul, ekber oğul. Para para, kalbim olup para para. Ne çoktu cisminde yara, oğulsuz kaldım biçara. Ey gül cismi kanı batan, aç gözünü bak anana. Kalıp anan yana yana, kalıp anan yana yana. Ekber oğul, ekber oğul, ekber oğul. Ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur. Gönlüm günden geçer qara, gönlüm günden geçer qara. Dur eyle derdime çara, oğulsuz alın avara, oğulsuz avara. Ekber Olur, ekber olur, ekber olur, ekber olur. İndi oldun qana elvan, indi oldun qana elvan. Yazıq alın sənə qurban, əcəl olur. Ey Haşimi Nöcavanım, ey Haşimi Nöcavanım. Sənə qurban, əzim canım, sənə qurban, əzim canım. Səndən qeyri yox gülmanım, səndən qeyri yox gülmanım. Ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur. Bir də Ekber olur, ekber olur. Anıl
ettim peşman. Anoğlu sen ettim peşman. Anoğlu sen ettim peşman. Aç gözünü yatma oyan. Aç gözünü yatma oyan. 18 yaşlı dovcavan, 18 yaşlı növcavan. Ekber olur, ekber olur. Koy bir sinem kanlı gözü, koy bir silim kanlı gözü, koy bir silim kanlı gözü. Kurbandı anavın özü, dillerde Leylanın sözü, dillerde Leylanın sözü. Ekber olur, ekber olur. Meydanda mazlum ikram zamanında. Ekber olur. Yok ama. Ekber olur, ekber olur. Ekber olur. Sesli. Ekber olur. Ekber olur, ekber olur, ekber olur. Yazık alın geldirmeler, yazık alın geldirmeler. Askeri oklar vermeler, askeri oklar hermeler. Haşime müsibet geler, haşime müsibet geler. Ekber olur, ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur. Leyla salıp başa kara, Leyla salıp başa kara. Yok derdimize çare, yoktur derdimize çare. Ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur. Günün günden kesir kara, günün günden kesir kara. Yüreğine derdime çare, oğulsuz alnın avara, oğulsuz alnın avara. Ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur. Ey Haşim'im mevcavanım, sana kurban mazlum canım. Senden geri yok cumanım. Ekber olur, ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur, ekber olur. Bir bak susuz kardeşime, kimler bir bak susuz kardeşime, kimler kardeşime, gözde akan kan yaşıma. Ekber olur, ekber olur. Ekber olur, ekber olur, ekber olur, ekber olur. Susuz ölen ekber olur. Ekber olur, ekber olur, Ekşan ölen ekber olur. ekber olur, ekber olur. Ekber ol, ekber ol. Ekber olur, ekber olur. Ya mazlum Hüseyin Can, Mazlum Hüseyin Zan, ya Hüseyin Can Hüseyin, ya Hüseyin Zan Hüseyin, ya Hüseyin Can Hüseyin, ya Hüseyin Zan Hüseyin, başsız kalan Can Hüseyin, ya Hüseyin Zan Hüseyin, susuz ölen Can Hüseyin, ya Hüseyin Zan Hüseyin, Can Hüseyin, Can Hüseyin, ya Hüseyin Zan Hüseyin.
dillere kurban bugün azadarlar. Əbəlfəz deyən dillərə fəda, Əbəlfəz aşıqların sənə qurban fəda olsun. Əbəlfəz ağlayarlar sənə susuz ağa, məzlum ağacan, ağacan, ağacan. Kerbela'da Ali Ekber, Ali Asgar, Alacan Fatıma, oğlu ölüp, eşyan ölüp Kerbela'da. Can Hüseyin, ya Hüseyin, Efşan Hüseyin, Can Hüseyin, ya Hüseyin, vay Hüseyin, başsız Hüseyin, susuz Hüseyin, Efşan Hüseyin, kıymeti yanan Hüseyin, ölen Hüseyin, kocası ölen Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Ağla benim halime, 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 ağla benim halime. Etşan öldüm bu Kerbela'da kardeş, etşan öldüm bu Kerbela'da kardeş. Ağla benim halime, ağla benim eskerim, susuz yandı eli eskerim. Ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime. Susuz öldüm ben Kerbela'da, susuz yandım ben Kerbela'da. Ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime. Ağla sen benim askerime, içine vurun. Ağla ben senin eskerime, ağla sen benim ekberime. Ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime. Ağla benim Əbəlfəzə, ağla benim sen Abbas'a. Ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime. Ölüp askerim Kerbela'da, ölüp askerim Kerbela'da, ölüp ekberim Kerbela'da. Ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime, ağla benim bu halime. Susuz bu halime, ağla benim bu halime. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Mazlum ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Mazlum ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Alemi yatan Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Eşan ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Susuz ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Susuz ölen
Mazlum ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Susuz yanan Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Keymesi yanan Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Eşberi ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Abbasi ölen Hüseyin var. Hüseyin, Hüseyin, 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 Hüseyin var. Mazlum ölen Hüseyin var. Hüseyin, Hüseyin, Hüseyin var. Susuz ölen Hüseyin var. Hüseyin, Hüseyin, Muhammed Hüseyin. ve Ali Muhammed'in Kərbala şəhidlərinin Qarabağ şəhidlərimizin pak ruhlarına salavat zikr eləyək. Bugün şəhidlərimizin şəhidliyini qeyd eləməyə gəlmişik. Dünənki gecə eşq gecəsi idi. Abbas əleyhissalamın gecəsi, İmam Hüseyin əleyhissalamın qardaşının gecəsi idi. Aşiqlərin gecəsi idi. Bugün isə İmam Hüseynin günüdür. Dünən əziz qardaşlar eşq edirdi Abbas ola. Bugün hər birimiz, o ki necə mühasirəyə almışlar Kərbəla şəhidlərini, onları təmsil edirik. Bugün Hüseyni biz təmsil edirik. O əlimizə ki bayraq alırsınız, o bilin Əbəlfəzin qeyrət rəmzi. Xoş halımıza ki qismət oldu onun əlimizə almaq. Xoş halımıza ki bugün İmam Hüseyin məclisinə gəlmək bizə qismət oldu. Əhl-i Beyt Quran-ı Kərim buyurur ki, Ən'amtə aleyhim Fatihə surəsində mən sizə Allah buyurur böyük bir dənə neymət verdim. O neymət Gayril mağdubi aleyhim vələddallin sizi zalimların yolundan uzaq edəcək. Neymət. O neymətə sahib olmuşuq deyə hər birimiz buradayıq. O neymətin gərək qədrini bilək. O neymətin qədrini Kərbəlada qanları ilə, canları ilə verdilər, göstərdilər İmam Hüseynə. İmam Hüseyin əleyhissalam özü demişdi, kim istəyir gəlsin bizi ilə, ürəyinin qanını versin. Ürəyinin qanını versin bizə. Allaha, biz yəni Allahı deyir təmsil edirik. Allahı biz görə bilmərik axı. Mümkün deyil. Allah heç vaxt görülməyəcək. Amma Allahı təmsil edən insanlar olacaq. Allahın istəklərini, Allahın qanunlarını həyata keçirən insanlar olacaq. Onu biz İmam Hüseynin timsalında görürük. O qanunları icra edir İmam Hüseyin əleyhissalam. Bugün biz hər birimiz bunun bilincində olmuşuq. Bura gəlmişik isə eşq eləməyə gəlmişik. Eşq, sinə vururuq, bunun mənası budur ki, eşqimizi izhar edirik. Ürəyimizin qanını necə Hüseyin demiş ki, ürəyimizin qanını verməyə gəlmişik, bəli. Həmən o ürəyin üzərinə vururuq ki, ya Hüseyin, bugün mən də o gün olsaydım səndən olardım. Bugün onun üçün gəlmişik, onun təsdiqi üçün gəlmişik. Gəldiyimiz üçün gərək ona diqqət edək. Çünki gəldiyimizin məqsədi, hədəfi böyük idi. İmam Hüseyin əleyhissalamın hədəfi böyük idi. Çox böyük bir dənə hədəfi var idi. Bilirsiniz nə idi? Həyatda azad, gözəl yaşamaq idi. Ki İmam Hüseyin əleyhissalam bunu təmsil edirdi. İndi inşallah çöldə də bir qism belə bir söhbətimiz olacaq. Deməyim budur ki, sinəni vuranda bunun bilincində olaq. İmam Hüseynin Kərbəla şəhidləri orada olanda insanlar onlara təsir göstərmirdi. 1000 nəfər olsun, 3 nəfər olsun. Görürsünüz 30 min qoşunun qarşısında
100'e yaxın insan dayanıb onlara təsir göstərmir. O insanların duruşu. Zərrə qədər hiss edəmirlər ki, bunlar sanki bunların qarşısında 30.000 qoşun dayanıb. Aşiq üçün fərq eləmir. 200.000, milyon dayansın. Eşq insanı, qəlbini elə bir dənə hala gətirir ki, insan ölümdən də qorxmur. Dedik, o gün də qeyd elədik bu məsələni. İnsanlar iki cür bu dünyada ölümə tərəf gedirlər. Bir şəhidlik yoluna, ikinci insan özünü qəsd edir, öldürür. Burada da ikisində də ölümə hazırlıqdır insan üçün. Amma fərqli məsələlərdir. Birində şəhidlikdə insan yaşamaq üçün şəhid olur. Namusuvu, qeyrətini qorumaq üçün, həyatı qurtarmaq üçün, mənəviyyatını qurtarmaq üçün şəhid olursan. Amma o birisində həyatdan imtina edirsən, sevgidən imtina edirsən. Burada həyat xilas eləmək üçün yox da. Ona görə biz həyatı xilas eləmək üçün bugün gəlmişik. Gələcək həyatımızı xilas eləməyə. Və İmam Hüseyni yaxşı şəkildə, gözəl şəkildə gərək təmsil edəyək. Əlimizdən nə gəlirsə. O səhnəni əgər insanlara yaşada bilsək, əgər özümüz yaşayıb insanlara yaşada bilsək, onda xoş aldığımıza, xanım Zəhradan müjdəmizi alacaq. Ona görə inşallah çox danışmaq olmaz, bugün eşq günləridir. Bugün gərək aşiq özünü göstərsin. İmam Zaman aşiqlərə baxacaq bu günləri. Bu məclisin sahibi İmam Zaman əleyhissalamdır. İmam Zaman o bariz möminləri axtarır. Görüm o aşiq, o Kərbəladakı aşiqlər kimi bunlar da özlərini göstərəcəklər Allaha yoxsa yox. O aşiqlər Kərbəlada özlərini Allaha göstərdilər. 30.000 qoşun, 40.000 qoşun onlar üçün fərq eləmirdi. İmam Hüseyin əleyhissalamın yaşam fəlsəfəsi budur ki, qoy həyat yaşasın, eybi yoxdur. Cəsədim qoy atlar, tapdaq altında qalsın. Amma ruhum yaşasın. Ruhun əzəmətindən İmam Hüseyin əleyhissalam bizə anlatır bu Kərbəla hadisəsini. Ruh əzəmətli bir varlıqdır. Onun hər birimiz sahiblənmişik. Bu məktəb bizə ruhiyyə verir. Bu məktəb bizə necə yaşamaq lazımdır onu öyrədir. Gərək biz də bu günləri bu məktəbdən dərsimizi çıxaraq. Ki bugün eşq günüdür. Gərək hər birimiz ürəklə 1 saat, 2 saat görürsən düz deyil, yorular. Amma eşqlə elə görəcəksən o yorğunluq, o xəstəliyin də gedəcək. O qəlbin ruhani xəstəlikləri var. Allaha and olsun bir neçə qardaş dünən dedi ki, neçə vaxtı halımız pis idi, ruhumuz xarab idi. Dünən şahsey, vaxsey gedəndən sonra dedi ki, ilahi bir dənə rahatsızlıq gəldi ki, sözüm də bilmirəm. Üzünə təbəssüm gəldi. İmam Hüseyin əleyhissalamın bir dənə səhabəsi var idi, Ubeyr adında bir nəfər. O deyir ki, ömrümdə heç vaxt zarafat eləməmişəm. Heç vaxt təbəssüm eləməmişəm, gülməmişəm. Amma bu günləri gülmək, zarafat eləmək istəyirəm. Dedilər, ya Ubeyr, bu nə deməkdir? Dedi ki, bugün bizim azad olan günümüzdür. Bugün azadlığımızı qeyd ediyoruz. Bugün mənəvi dəyərlərə yüksəlirik. Bugün biz İmam Hüseynin yanındayıq. Və bir neçə saatdan sonra Peyğəmbərə qovuşacaqsa, buna sevinməmək olmaz yəni. Bu cür ruhiyyədə olublar. Ona görə biz də o ruhiyyəni yaşamalıyıq. Əlbəttə hər gün Aşura, hər yer Kərbəla deyiblər. Biz bunu yalnız ilin bir günü yaşayırıq. Ona görə də belə İmam Hüseyni tanımışıq ki, ilin bir günü məscidə gəlmək lazımdır. Xeyr, İmam Hüseyin əleyhissalam bu məktəbi ilə bizə ilin 365 günün deyib gəlin məscidə. Bu bir gün bir dənə dərsdir, məktəbdir. Məktəb qutarmaqla bəyəm universitet sənə haram olur.
bakalatura və ya o təkamül ki var universitetin səviyyələrində, elmi dərəcələr sənə haram olur, getməlisən də qabağa. Bugün gəldin, səhər gərək başqa bir namaza gələsən. Yavaş-yavaş görəcəksən olmuşsan İmam Hüseynin aşıqı, Allahın aşıqı. Bu cür olur inşallah. Salavat zikr edək Muhammed və İnşallah vaqiəsin ucadır. Mən deyəcəm, siz deyəcəksiniz Hüseynim vay, Hüseynim vay. Dalaların axar qani, Hüseynim vay, Hüseynim vay. Eder günleri meydani, Hüseynim vay, Hüseynim vay. Dalaların axar qani, Hüseynim vay, Hüseynim vay. Eder günleri meydani, Hüseynim vay, Hüseynim vay. Bacın qurban başınani, Hüseynim vay, Hüseynim vay. Bacın qurban başınani, Hüseynim vay, Hüseynim vay. Gülüstanda atıp günler, Hüseynim vay, Hüseynim vay. Gelip abaza bülbüller, Hüseynim vay, Hüseynim vay. Eder noha yanan diller, Hüseynim vay, Hüseynim vay. Sinan üstte yaran çoktur, Hüseynim vay, Hüseynim vay. Sinan üstte yaran çoktur, Hüseynim vay, Hüseynim vay. Tamamini zabağıdır, Hüseynim vay, Hüseynim vay. Öpem bu sayeri yoktur, Hüseynim vay, Hüseynim vay. Öpem bu sayeri yoktur, Hüseynim vay, Hüseynim vay. Susuz elde ölen kardeş, Hüseynim vay, Hüseynim vay. Yaralı can veren kardeş, Hüseynim vay, Hüseynim vay. Yaralı can veren kardeş. Ələmlər qabaqda gedəcək və çalışın. Hüseyn'e göyler ağladı, Hüseyn'e yerler ağladı. Hüseyn'e ağladı, Hüseyn'e göyler ağladı, Hüseyn'e Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Məzlum Hüseyn'imim ölüb, Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Məzlum ölüb, Ətşan ölüb, məzlum ölüb, Ətşan ölüb, Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Hüseyn'e yerler ağladı, Hüseyn'e göyler ağladı. Ya Hüseyin va Hüseyin, ya Hüseyin va Hüseyin, ya Hüseyin va Hüseyin, ya Hüseyin va Hüseyin. Ətşan susuz ya Hüseyin, ya Hüseyin va Hüseyin, ya Hüseyin va Hüseyin, ya Hüseyin va Hüseyin. Ətşan ölen ya Hüseyin, Hüseyin ya Hüseyin, ya Hüseyin vay Hüseyin. Mazlum ölen ya Hüseyin, ya Hüseyin vay Hüseyin. Ya Hüseyin ya Hüseyin, ya Hüseyin ya Hüseyin. Oğlu ölen ya Hüseyin.
vay Hüseyin. Eşyan ölen ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Elemi yatan ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Elemi yatan vay Hüseyin. Ya Hüseyin vay Hüseyin. Ya Hüseyin vay Hüseyin. Ya Hüseyin vay Hüseyin. Vay Hüseyin vay Hüseyin. Ya Hüseyin vay Hüseyin. Ya Hüseyin ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Elemi yatan ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Ya Hüseyin ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Vay Hüseyin ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Susuz ölen ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Eşyan ölen ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Heymesi yanan ya Hüseyin. Ya Hüseyin vay 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 Hüseyin. Susuz ölen ya Hüseyin. Ya Hüseyin vay Hüseyin. Ya Hüseyin ya Hüseyin. Ya Hüseyin vay Ses ver. Hüseyin. Ya Hüseyin vay 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 Hüseyin. Ey soğuşta düşen kolu hem perçemi. Ey soğuşta düşen kolu hem perçemi. Kan dolan gözleri ağladan alemi. Abbas Abbas yana kardeşim kaldı yalnız. Bu Hüseyin kardeşim. Abbas Abbas. Abbas Abbas. Yaralandı başın. Abbas Abbas. Yaralandı başın. Kaldı yalnız. Bu Hüseyin kardeşim. Ey delare olan serviden kâmeti. Ey delare olan serviden kâmeti. Mahiden bac alan o kamer telati. Gözümün nuru sen, gözümün nuru sen, dizimin takati. Dur elimden tut ey sirrimin mehremi. Abbas Hüseyin kardeşim. ne elim var diyem, ne elim var diyem, boynuma sal kolum. Ne elim var diyem, yolunda düşüp hem sağın hem solun. Niye gelmir sesin ey Hüseyin hemdemi. Abbas Abbas yaralandı başın. Abbas Abbas Yaralandı başın. kaldı yalnız. Hüseyin kardeşim. Kaldı yalnız. Kaldı yalnız. Bu Hüseyin kardeşim. Aç gözün ya ahi, aç gözün ya ahi, koyma ciryan olum. Aç gözün ya ahi, koyma ciryan olum. Yeri var güsseden ben perişan olum. Deme şer ben diyem, deme şer ben diyem, sana kurban olum. Gözyaşın isladıp sahile yaralandı başın. Yaralandı başın. Kaldı yalnız. Bu Hüseyin kardeşim. Kaldı ya. Kaldı yalnız. Düşen kolu hem perçemi, kan dolan gözleri ağladan alemi. Abbas Abbas yaralandı Başın. Abbas Abbas. Yaralandı başın. Yalnız. Bu Hüseyin kardeşim. ben şüheda şemine pervaneyim. Ben şüheda şemine pervaneyim. Loker o sakkaya harem kaniyem. Loker o sakkaya harem kaniyem. Ey ehli Kufe yandı konaklar. Abbasi sesler erşan dodaklar. Beyaz sesler. Yaşan dodaklar.
müşterime müşteri. Kafir her kim dini ayaklar, Abbasi sesler eşan dodaklar. Fasikleri battı Hüseyin'in bana aşıkları, battı Hüseyin'in bana aşıkları. Kafirdi her kim dini ayaklar, Abbasi sesler eşan dodaklar. Abbasi sesler, eşan dodaklar. Abbasi sesler, eşan dodaklar. Kufeliler haine taklit edip Hüseyin Sultanı Kerbela, Hüseyin eza Hüseyin Sultanı Kerbela, Hüseyin eza Hüseyin Sultanı Kerbela, Hüseyin. Elemdar Ebelfez, elemdar Elemdar Eberfez, 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 elemdar elemi yatan Ebelfez, elemi yatan Ebelfez, Ebelfez elemi yatan, elemi yatan susuz ölen, susuz ölen elemdar, elemdar 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 elemi yatan, elemi yatan elemdar, elemdar kardeşsiz kalan elemdar, elemdar Ebelfez, 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 ya Hüseyin vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin, ya Hüseyin, elemi yatan Ebelfez, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan, atma Hüseyin, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Ümmetler düşüp ahvaya,
Ümmetler düşüp ahivaya, yatma Hüseyin yatma oyan, yatma Hüseyin. Səddin səsləyir haraya, səddin səsləyir haraya, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin. Deyir gəzim müsibətə, deyir gəzim müsibətə, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Yatma Hüseyin, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Bir yanda Cəddin Mustafa, durubdu Şah-ı Murteza, səni səslər anan Zəhra, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin. Anan qalıb Xarizəlil, gəlib xəbər o Cəbrail, surunu çaldı İsrafil, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin. Ümmətlərə yoxdur şəfa, yol gəzləyir Əl-Mustafa, yarova bu canın fəda, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin. Yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Ümmətlər olub dərbədər, Cəddin dedi yetir xəbər, gəlsin həm Əli Əkbər, yatma Hüseyin, yatma oyan. Yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Zəhranın əziz balası, Zəhranın əziz balası, ümmətin şahı fədası, cismindədir min yarəsi, cismindədir min yarəsi, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin. Yatma oyan, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Göndərib məni Muhammed, ümmətlərə edər hürmət, sənsiz olmaz çün şəfaət, sənsiz olmaz çün şəfaət, yatma Hüseyin, yatma oyan. Yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan, yatma Hüseyin, yatma oyan. Leyla salıp başa qaran, Leyla salıp başa, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Yox dərdimə bir çarə gör, yoxdur dərdimizə çarə, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Aç gözünü bax anana, ey gül cismi batan qana, qalıb anan yana yana, qalıb anan yana yana, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Bir bax susuz qardaşıvə, küllər olaydı başımə, gözdən axan qan yaşımə, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Qəlbim olub para para, nə çoxdur cismində yara, oğulsuz qaldım biçara, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Günüm gündən keçər qara, dur eylə dərdimə çarə, oğulsun anan avara, Əkbər oğul, Əkbər oğul. Yazıq anan qaldı mələr, əskəri oxlar hərmələr, başıma müsibət gələr, Əkbər oğul, Əkbər oğul. Anamı sən etdin peşman, anamı sən etdin peşman, aç gözünü yatma oyan, 18 yaşlı növcavan, Əkbər oğul, Əkbər oğul, Əkbər oğul. Qoy bir silim qanlı gözü, qurbandı ananın özü, illər
Dillerde Leylanın sözü, dillerde Leylanın sözü. Ekber oğul, Ekber oğul. Ne gün gördüm bu zahanda, kalıp sen üryan meydanda. Məzlum ikram feganında. Ekber oğul, Ekber oğul, Ekber oğul. Leyla salıp başa qara, Leyla salıp başa qara. Ekber oğul, Ekber oğul, Ekber oğul. Yoxdur dərdimizə çarə, yoxdur dərdimizə çarə. Ekber oğul, Ekber oğul, Ekber oğul. Bax bir susuz qardaşımə, küllər olaydı başımə, gözdən axan qan yaşımə. Ekber oğul, Ekber oğul. Aç gözümü bax anana, ey gül cismi qatan qana. Qalıb anan yana yana. Ekber oğul, Ekber oğul, Ekber oğul. Ələmdar Əbəlfəz, Ələmdar Əbəlfəz, Ələmdar, səs ver əyərəm. Əhsən.
gözümün nuri, gergi mehanim lay lay, gergi mehanim lay lay. Ey kamçılar altında dilden düşenim lay lay, dilden düşenim lay lay. Derdimin dermanı lay lay Rugayya, derdimin dermanı lay lay Rugayya. Gözlerin kurbanı, gözlerin kurbanı lay lay Rugayya, gözlerin kurbanı lay lay Rugayya. Derdimin dermanı, derdimin dermanı lay lay Rugayya, derdimin dermanı lay lay Rugayya. Gözlerin kurbanı lay lay Rugayya, gözlerin kurbanı ağlatma, benim bir kesi ağlatma. Kalbim kimi ben yandım, kalbim kimi ben yandım, bəxtim kimi sen gelenim lay lay. Derdimin dermanı lay lay Rugayya, gözlerin kurbanı lay lay Rugayya. Ey töfə gülüm telə baxdıqca, tozlu telə baxdıqca, yandan başımı yollam, dursam demə qurbətdə, yoxli qəbrimə lay lay Rugayya. Gözlərin qurban, gözlərin qurbanı lay lay Rugayya. Nurin qərqi mənim lay lay, qərqi mənim lay lay. Ey qəmçılar altın Can baba sənə qurban mən baba, can babalı gəlmişsən sən, mən sənə qurban baba. Yaralı gəlmişsən sən, mən sənə qurban baba. Can baba, mən sənə qurban baba. Can baba, mən sənə qurban baba. Vay Hüseyin, Hüseyin vay Hüseyin, Eşşan ölen ya Hüseyin, Eşşan susuz vay Hüseyin, ya Hüseyin vay Hüseyin, ya Hüseyin vay Hüseyin. Ey su üstlenmişiz bu Hüseyin kardeşim, Abbas Abbas. Hüseyin kardeşim. Ne elim var diyem boynuma sak olun, ne elim var diyem boynuma salg olun, ne suyum var diyem hamı gözler yolun. Su yolunda düşüp hem sağın hem solun, niye gelmir sesin ey Hüseyin Hemdemi? Abbas Abbas yaralandı başın, Abbas Abbas yaralandı başın. Kaldı yalnız bu Hüseyin kardeşim, kaldı yalnız bu Hüseyin kardeşim. Aç gözün en ahi, aç gözün ya ahi, koyma gir yan olum. Yeri var güsseden ben perişan olum, deme şermen diyem sana kurban olum. Gözyaşın isladır sahile elgemi. Ebelfez, Ebelfez, Elemdar Ebelfez, 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 meşki yoklana, meşki yoklana, Elemdar Ebelfez, Elemdar. Kaş bugün de olaydım Kerbela'da,
Keseydim kurbanları, vereydim ihsanları. Kaş bugün bugünde, kaş bugün bugünde, olaydım Kerbela'da, olaydım Kerbela'da, keseydim kurbanları, keseydim kurbanları, olaydım Kerbela'da, olaydım Kerbela'da, keseydim kurbanları, vereydim ihsanları. Ya Hüseyin, ya Hüseyin, ses ver ya Hüseyin, ya Hüseyin, Eşşan Hüseyin, ya Hüseyin, Eşşan vay Hüseyin, ya Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin, ses ver Hüseyin'in sesine. Ya Hüseyin, vay Hüseyin, ya Hüseyin, vay Hüseyin, ya Hüseyin. Ağlattın Kerbela'da Hüseyin'in aşıklarını, ey azadarlar. Ağladan Hüseyin aşıkları, Kerbela teşnelerini. Garip ölen, mazlum ölen Kerbela'da, biz de diyek, siz de deyin ya Hüseyin. Biz de diyek, siz de deyin ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, vay Hüseyin, mazlum Hüseyin, garip Hüseyin, esberi ölen Hüseyin, kardeşsiz kalan Hüseyin, ya Hüseyin, elemi yatan Hüseyin, ya Hüseyin, ya Hüseyin, Eşşan Hüseyin, mazlum Hüseyin, ya Hüseyin. Allah əcir versin, hamımıza əzadarlıq elədik, gözəl əzadarlıq. İmam Hüseyin ağa özü əzadarlığımızı öz dəftərində qeyd eləsin bu gündə. Allah sizə əcir versin, mənə də əcir versin, hamımıza əcir versin. Bütün matəmi əzaya gələn, matəmi əzaya gələnlərə hamısına Allah təbarəkət hala bu gündə, Kərbəla müsibəti günündə, İmam Hüseynin və onun balalarının şəhid olan günündə Allah hamıza əzadarlığı qəbul eləsin. Allah Fatimə-i Zəhra bu məclisdədir, bu əzadarlıqdadır. And olsun Allah'a. İmam Zaman ağa özü bu məclisdədir, bu əzadarlıqdadır. İmam Hüseyin balal qardaşının matəmi əzaya gəlib. Biz görmürük, onlar bizi görür. Matəmi əzada gəlib, onlar başına yavrum ağlayırlar bu dəqiqə. Ya Hüseyin! Ya Hüseyin! Ya Hüseyin! Məzlum Hüseyin! Ağlayaq biz də deyək ya Hüseyin! Susuz Hüseyin! Məzlum Hüseyin! Qərib Hüseyin! Məzlum Hüseyin! Ya Hüseyin! Ya Hüseyin! Ya Hüseyin! Allah əcir versin. Allah Teala bu olunan əzadarlıqları qəbul eləsin. Bugün Məhərrəm ayının 10-cu günüdür. Bu günləri biz cəm olmuşuq şəhidlərimizin əzasına. Şəhidlik tək bu məktəbdə qəbul olunmur. Bir adam niyyəti olmasa da, namaz qılmasa da, görürsən bəzi insanlar var, gedir, ölür. Nəsə bir niyyəti yoxdur Allah yolunda ölmək. Məsələn, Həzrət Peyğəmbər bir gün döyüşlərin birində döyüşə Peyğəmbərin dəstəsində gedən bir neçə şəxsə şəhid adını vermədi. Dedilər, ya Rəsulallah, niyə görə bunlara şəhid adını vermədin? Dedi ki, bunlar evdən çıxanda niyyətləri bu idi ki, biz evdə qalıb, arvadlar bizə deməsin ki, da bunlar da evdə qaldılar. Buna görə bu niyyətlə gəldilər. Baxmayaraq öldülər, amma şəhid deyirlər. Şəhidliyin fəlsəfəsin bayaq da dedik.
şəhidlik fəlsəfəsi başqa bir anlamdır. Şəhidlik dirilik deməkdir. Şəhid yəni Allah bugün Məhərrəm ayının 10 günü Kərbəlada olan ürəyinin qanını Allaha verməyə gələn insanların şahidi oldu. Yəni ki, Allah. Yəni şəhid kəlməsi yalnız müsəlmandadır. Demək, Allah şahidi oldu bu kəslərin. Və İmam Hüseyin əleyhissalamın dedi ki, biz şəhidliyi təbliğ eləmirik, ölümü təbliğ eləmirik. İmam Hüseyin əleyhissalam heç vaxt ölümü də arzulanmıyor. İmam Hüseyin əleyhissalam deyəndə ki, mən ölümü çox sevirəm, şəhidliyi çox sevirəm, bu o demək deyil ki, İmam Hüseyin əleyhissalam elə ölüm arzulayır. Yox. İmam Hüseyin əleyhissalam şəhidliyin həqiqi mənası budur, dirilik. Mənəvi dəyərlərin daha çox yüksək olması insanda. Mənəviyyatın, ruhaniyyatın insanda yüksək olmasına deyərlər şəhid. Yəni, insanın Allaha özünün göstərməsi və o göstərəcəyim ki, məbud ki, Allahdır, demək, Allah baxır sənə. Allah aşıqı görür həmişə. Xüsusən aşıqa diqqət edir. Allahın xüsusi aşıqı ilə söhbəti var. İmam Hüseyin əleyhissalam bu anda gəlir. Və İmam Hüseyin əleyhissalamın bu vaxtı 1414 yılından qabaq bir-bir öz ailə üzvlərini göndərir, şəhid olur. Ümumiyyətlə, bu bəhsə də gələcəm idi. Diqqətli olaq. Baxın, göydən Allah bərəkət nazil edir. Bu elə-belə bir şey deyil. Allah buna neymət verir. Allah biz insanları imtihan edir. Həmişə imtihandayıq. Xüsusən cəmiyyət imtihan olunanda gərək diqqətli olsun. Allah insanı yaratdı, azad yaşasın. Bu məktəb elə bizə onu öyrədir. Azad ruhiyyə ilə yaşamalı. Azad necə yaşayaq? Axı necə eləyək ki, azad yaşayaq? O Kərbəla şəhidlərinə bir-bir İmam Hüseyin əleyhissalam dedi ki, gedin evimizə. Amma heç biri getmir. Hətta qardaşı Əbəlfəzər, qardaşı oğlu Qasimə, hamısına dedi ki, gedin. Heç kim getmir. Çünki azad insanlar idilər. Özləri üçün yaşayırdılar. İmam Hüseyin əleyhissalam dedi, ürəyimizin qanını Allaha ona görə veririk ki, din yaşasın. Ruhiyyə yüksəkliyi olsun insanlarda. Mənəvi dəyərlərə üstünlük verilsin. Vahabi kimi insanları qətl olunmasın. Vahabi kimi insanların mənəvi dəyərlərinə hörmətsizlik olunmasın. İmam Hüseyin əleyhissalam bu dəyərləri qorumaq üçün şəhid oldu. Və bu günləri İmam Hüseynin məktəbi ilə mübarizə aparan o vahabilər görürsünüz, həmən Hüseyin aşiqlərinin başını kəsirlər. Müəyyən terror hadisələri törədirlər. Biz bunu anlayırıq ki, İmam Hüseyin əleyhissalamın məktəbi bizə azad ruhiyyə ilə yaşamağı öyrətdi. Hüseyin gözəllik demək. Allah o adı qoydu ona. Diqqət edin. Kərbəla müsibətində böyük dəyərlər görürük. Necə ki, Şah İsmail Xətai günlərin bir günü gedir Kərbəla ziyarətinə. Və deyir, istəyirəm İmam Hüseyni ziyarət edəndən sonra Hür haqqında, Hür bilirsiniz ki, ilk şəhidlərdəndir. Və deyir, Hür şəhid olandan sonra alnına bir zərbə dəyir. O an İmam Hüseyin əleyhissalam gedir, öz dəsmalını Hürrün alnına qoyur. Və o qan deyir, o an dayanır. Və Hür şəhid olur. Bu hadisəni oxuyandan sonra Şah İsmail Xətai deyir ki, mənə çox təəccüblü gəlir. Görürsən, o dəsmalı mən alıb, özümdə saxlayıb və mən öləndən sonra kəfənimin içinə qoysam, bəlkə İmam Hüseyin əleyhissalam gələr qəbrimə. Bu arzu, bu niyyətlə gedir, xahiş edir. Şah İsmail Xətai də bir şah idi, sözü keçirdi. Gəlir İraq valiliyinə deyir ki, bəs mən
bir dənə qəbri açacam, baxacam və sonra bağlayacam. Açırlar İmam Hüseynin ilk şəhidinin qəbrini, görürlər elə tarix necə yazıb, hürründir alnında olan yara, necə İmam Hüseyin əleyhissalam dəsmalı qoyub, elə də qalır. Hətta bir o qan necə canlı ki insanda olar, o dərəcədə qalır. Bir dənə bir gözəl qoxu deyir, gəldi deyir. Şah İsmail Xətai deyir ki, çox deyir, təəccüb elədim ki, onu bu həyatda o qoxunu, o gözəl ətri heç cürə deyir, mən heç yerdə iləməmişdim deyir. Deyir, əmr elədi ki, götürün o dəsmalı, təzə bir dənə dəsmal qoyun. Deyir, götürdülər dəsmalı, verdilər Şah İsmail Xətaiyə, başladı öpməyə, qoydu ürəyinin başına. Dedilər ki, bəs qan diyanmır, o dəsmalla qan diyanmır. Dedilər, onda qoyun. O İmam Hüseyin əgər ona veribsə, demək onu biz götürə deməyirik. Deyir, o İmam Hüseynin bir dəsmalın qoyandan sonra qan diyanmır. Ki, baxın, yəni bu şəhidin mənəvi dəyəridir ki, görün, 1400 ildir, bunun cəsədi də çürümür. Bəli, bunu bildik ki, insan ölmür bununla. Yaxşı, necə eləyək ki, azad yaşayaq, günah eləməyək. Necə eləyək bəs? Quran-ı Kərim bizə göstərir necə yaşamaq lazımdırsa. Deyir ki, وَمَنْ أَعْرَزَ عَنْ ذِكْرِي وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى وَزَيْشُسَ ona 2 dənə bu dünyada dərd verəcəm. Biri budur ki, yaşayacaq, heç nədən ləzzət almayacaq. Var dövləti də olsa belə. İkinci dərdi də bu olacaq ki, dünyada kör olacaq. Hüseyin deyəndə qıraqdan lağ eləyəcək. Buna çatmayacaq Hüseyin nə deməkdir? Hüseyin azad insanların yaşamıdır. Hüseyin həqiqi, haqqı sevən insanların yaşamıdır. Hüseyini batil insan sevməz. Hüseyini daş qəlbli insan sevməz. Allahı sevə bilməyən insan Hüseyini sevə bilməz. Hüseyini sevə bilməyən Allahı sevə bilməz. Hüseyin eşqin meyarıdır. Azad həyatdan imtina edəcək. Bəli, inşallah Allah'a and verək, o zikir nədir, o namazdır və o namazı yaxınlaşdır. Və bir dənə bir şey də qeyd edək, məscidimiz üçün hər illəri təzə bir iş görüldür. Keçən illəri pəncərələr qoyuldu, 700 manata yaxın pul yığıldı pəncərələrin pulu. Şükür olsun Allaha ki, abad edirik. Öz evimizi necə abad ediriksə, Allahın da evini bu cür abad edir. Bu illəri də ki, inşallah məsləhət olunub ağsaqqallarla da ki, dəstəmazxana tikilsin və bir də burada məscidin qabağın metlaqla inşallah düzüləcək ki, bu ilki vəzifəmiz budur boynumuzda və bunun üçün təbii ki, maddiyata ehtiyacımız var. Allah da Quranda buyurur ki, hər kim Allah yolunda nəsə bir şey eləsə, ilk şeytan ona vasitəsə eləyər. Deyər ki, mən istəyirəm 1 manat Allah yolunda çıxardım, Quran ayəsini alır. Şeytan deyər ki, əşi eləmə, birdən kasıb olarsan, malın azalar. Bu cür bir vəsvəsə gələrsə, bu şeytandandır. Amma deyir, ikinci bir hal var ki, Allah deyir, mən özüm ona vəd verirəm. O pulu sən mənim yolunda çıxar, mən onun 5 qatını sənin evə bərəkətini gətirir. Və günahı bağışlayır ki, Allah bu cür bizə vəd verir, amma şeytan bizə kasıbçılığını vəd verir. Əgər içimizdəki o his var, bilək ki, o şeytandandır. Əgər bir şey ki, Allah yolunda çıxara bilirsə, bilək ki, o Allahdandır. Allah əcr versə İmam Hüseyin əleyhissalamın adına layiq, mömin, müsəlman qardaşlardan bizi qərar versin. Torpağımızı, Qarabağ torpağımızın da tez zamanda azad olmasından ötəri, düşmənlərin məhv nabud olmasından ötəri ucalı salama sıçrayək. Hamdollar bir yerdə əzadarlıq edən düşən qollarına, and verəm İmam Hüseynin o balalarının o əsir olan Şam'a gedən günlərinə. Kimin nə dərdi var, o balaca Əli Əsgər Əli ilə ona şəfaət eyləsin. Mərsiyə deyə inşallah girək içəriyə. Hər bir kəsin dərdi var, o dərdlərə İmam Hüseyin özü əlac eləsin.
əzadarlığa gələnlərin, ölənlərin əmvatınlar haqqında salavat zikr edir. Hər bir kəsin bir dərdi var qəlbində, ürəyində. Kimin xəstəsi var, Allah Əli Əsgər Əli ilə onun xəstəsini şəfaət eyləsin. İmam Hüseyin ağa bugünkü gündə ona göz yaşı döktülər, sinə vurdular. Mərsiyələr oxundu. Onlar hamının nə ürəyində dərdi qəmi var, Allah Taala qiyamət günü onun dərdi sərin uzaq eləsin, amin. Burada zəhmət çəkiblər məsciddə, iki adanın ruhuna salavat zikr edir. Bütün bu imam məclisinə, xanım Fatimə Zəhra məclisinə gəliblər, balasının yasına gələnlərin, ölənlərin əmvatının haqqında salavat zikr edir. Allah kimin nə dərdi var, səri var, ürəyində, qəlbində, nə hacətlə gəlib, Allah Əbəlfəz Əliyyə hacətin islah eləsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena atina fid dünya haseneten ve fil ahireti hasene ve qina azaben nar bi rahmetike ya erhamer rahimin. Allah öz rəhməti İmam Hüseyin ağaya xatir kim gəlib bu mərasimə, bu Ətşam Hüseyinin məzlum balalarının yasına qiyamət günü onun şəfasını, ətasını versin inşallah. Balası gözləyir, Allah sağ salamat evinə qaytarsın Əli Əsgər Əliyyə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena atina fid dünya haseneten ve fil ahireti hasene ve qina azaben nar. Bi rahmetike ya erhamer rahimin. Hüseyin'e yerler ağlar, Hüseyin'e göyler ağlar, Hüseyin'e yerler ağlar, Hüseyin'e göyler ağlar. Hüseyin'e yerler ağlar, Hüseyin'e göyler ağlar, Hüseyin'e yerler ağlar. Allah hamıza əcir versin, İmam Hüseyin matəminə gələnlərin hamısına əcir. Hüseyin'e yerler ağladı, Hüseyin'e göyler ağladı, Hüseyin'e göyler ağladı. Hüseyin'e yerler ağladı, Hüseyin'e göyler garib Ətşam Hüseyin mazlum garib Ətşam Hüseyin eşqündə divanə mənəm deyərəm şam o səhər eşqündə divanə mənəm deyərəm şam o səhər şam-i və pərvanə mənəm yanaram şam o səhər Məhərrəmün gəldi ağam adın düşüb dillərə sən ağasan məzaribi eylə kərəm bizlərə dərdə dəva qəlbə səfa gözəl ağa gözəl ağa mazlum garib Ətşam sen eşqündə divanə mənəm deyərəm şam o səhər eşqündə divanə mənəm deyərəm şam o səhər şam və pərvanə mənəm yanaram şam
o seher Muharrem'im geldi ağam Adın düşüp dillere sen ağasan Mezarimi eyle kerem bizlere derde deva Kalbe safa Güzel ağam Güzel ağam Mazlum Garip Etşar Sen خوشا در کوی تو با سر دویدن مولا خوشا در کوی تو با سر دویدن مولا چرا سلحاب کن به دل رسیدن همه بشنیده نام کربلا را شنیدن کی بود مانند دلت میخواد همه بشنیده نام کربلا را شنیدن کی بود مانند امان ایده امان ایده aman eyde ey olan din üstte özgan ile geltan ey olan din üstte özgan ile geltan şehit olan etşan mazlum Müslüman Mateminde şi'e ağlar diğer her an şehit olan